Narsistlərin partnyorları, sevgililəri, həyat yoldaşları deyək, fərqi yoxdur. Onların hər birində çox yanlış olan bir düşüncə yaranır ki, məndən asılıdır, mən istəsəm, o cənnətin qapılarından keçə bilərəm. Narsist elə bilin ki, təəssürat yaradır sizdə, sən yetərincə nələrisə yetərincə eləmirsən, səhv edirsən, sənin əslində edə bilərsən, sən o mənim cənnətimə daxil ola bilərsən. Amma hələ o vaxt gəlib çatmayıb. Amma o vaxt gəlib çata bilər. Müəyyən şeylər baş versə, bunları sən etsən, sən bunu qazana bilərsən, layiq ola bilərsən, əldə edə bilərsən. Yəni bu o qədər, bu ümid o qədər zəhərləyici bir ümiddir ki, yəni ki, elə pasiyentlər var ki, biz onlarda ümidi əksinə bəsləyirik, əksinə onlarda ümidi belə çiçəkləndiririk, deyirik ki, hə, ümidini ya sən ayaqda tutmalısan, sən ümidini qətiyyən itirməməlisən də. Yəni bu səhvdir. Müəyyən situasiyalar var ki, insanın həyatında eləyə biləcəyi şeylər var, amma ümidini artıq itirib ki, yox da, vəssalam, bitdi məndə, bitdi getdi. Yəni ki, ay yeni iş ola bilməz, ay yeni bir mən ailə qura bilmərəm, yəni ki, yeni nələrsə edə bilmərəm fikri tutalım, hə? Amma ki, yəni bu narsistin partnyorundakı yaranan bu təəssürat ki, haçansa onu mən əldə edəcəyəm, haçansa mən o əvvəlki münasibəti, əvvəllərdə bizdə necə gözəl idi hər şey, necə nağıl kimi idi, necə məni çox sevirdi, necə məni əzizləyirdi, necə mənə o qədər xoş sözlər deyirdi, məni əl üstə tuturdu. Yəni ki, bir çoxları bunu qaytarmaq istəyində, fikrində olur, arzusunda. Və siz necə burada hələ bir abartırsınız edə biləcəklərinizi. İndi ola bilər bu çox ağrıdıcı bir sözdür. Amma narsistlə sən hansısa bir münasibət müəyyən dərəcədə daha hardasa yaxşı, daha biraz müəyyən qədər stabil yarada bilərsən. Amma sən əməlli güvənilir bir münasibət, belə o münasibət ki, harda ki sən özünü huzurlu hiss edirsən, rahat, arxayın, mən ki bu insana arxalana bilərəm, güvənə bilərəm. Tam elə bir münasibətin içində olmağın, yəni yarada bilməyin, nə edirsən də elə o mümkün olmayacaq. Mümkündür, hə. Sən ona hardasa necəsə uyğunlaşa bilərsən. Sən artıq öyrənmisən onun o dəyərsizləşdirmə epizodlarına, o sikllara. Yəni ki, narsist hər zaman nədən qidalanır? Bu siklla yaşamaq onun bir qidasıdır. Yəni gəzən, yürüyən bir kortizoldur, adrenalindir narsist. Yəni narsistin həyatında, münasibətində dramalar olmadısa, orada insan özünü sübut eləməyə can atmırsa, özünü paralamırsa, yəni o elə gəlir ki, vəssalam, bu o deyil, bu münasibət deyil, bu ümumiyyətlə sevgi deyil. Yəni ki, və hər zaman narsistin gözlədiyi nədir? Sən çabalayasan, sən bir şeylər edəsən. Yəni o yəqin siz o cizgi filmlərində, multiklarda bunu görmüsünüz də. Var belə, elə bilin ki, dovşan gedir, onun qabağında da belə ipdə, düz önündə bir belə kök salladıblar və o kök hələ belə onun qabağındadır da, kimsə arxadan bunu tutub və o kök onun qabağında, bu da hələ onun dalıyca gedir. Heç cür o arzusunda olduğu o kökə çata bilmir ki, onu yesin, onu əldə eləsin. Yəni ki, narsistin münasibəti budur. Sən onun o xəyalın dalıyca elə gedirsən ki, nə vaxtsa bunu əldə edəcəyəm, nə vaxtsa bu qayıdacaq. Amma narsistdə məsələ budur ki, sən ancaq ilk zamanlarda sən onun üçün çox maraqlısan. Yəni ki, sən onun üçün bağlı bir kitabsan da, o hələ tanımır səni, necəsən, nətərsən. Yəni sənin çətin situasiyalarda necə reaksiyalar verəcəksən, sənin isterikan necədir, sənin ağlamağın necədir, sənin əvəz çıxmaqların necədir, sən ümumiyyətlə qısasçısanmı, deyilsənmi, triangulyasiyalar səndə edəcəksənmi? Yəni ki, bir müəyyən ssenarilər hər zaman narsistin həyatında var
Yəni ki, sən Wagner'ın dediyi kimi səni o fantaziyanın içinə daxil edir. Dostlarını da o fantaziyanın içinə daxil edir. Yəni dostları ilə bağlı bir başqa fantaziyaları var. Hardakı dostları ona hər zaman sadiq, hər zaman yanında, hər zaman ona arxa çıxan, hər zaman onu hər çətinlikdən dartıb çıxaran. Yəni ki, onun təsəvvüründə dost bu cür olmalıdır. Yəni fantaziyasında və dost var ki, doğrudan gəlir onun fantaziyasında hər zaman iştirak edir. Bir personajdır. Yəni ki, həmçinin də sevgili ilə, partnyoru ilə onun o cür fantaziyası var. Həyat yoldaşı ilə bağlı bir başqa fantaziya olacaq. Hər kəslə bağlı, yəni yaxın çevrəsində onun müəyyən fantaziyası var. Sən o fantaziyaya uyğun davranırsansa, okey, onda səninlə az-çox yaxşıdır, normaldır. Yəni ki, müəyyən qədər, yenə qədərində. Amma ki, sən o fantaziyadan kənar çıxdınsa, fantaziyasına uyğun deyilsənsə, onun xəyalındakı o obraza uyğun deyilsənsə, başlayır səni belə müxtəlif şiddət göstərməyə. Hər cür şiddətin hər növü. Burada ignor ola bilər, burada neglect ola bilər, victim blaming ola bilər. Yəni gəlin bunları deyəndə ignor bilirsiniz də nə deməkdir? Yəni ki, uzaq durur səndən. Yəni ki, çox elə səni axtarmır, itirmir, çox elə səninlə maraqlanmır, düzdürmü? Ya da heç ümumiyyətlə etmir bunu və yaxud victim blame, yəni ki, nə isə baş verəndə səni məhz günahlandırır, günah səndədir. Yəni victim bu qurban deməkdir, blaming günahlandırmaq. Düzdürmü? Yəni ki, qurbanın özünü günahlandırmaq. Yəni sən hər zaman bir qurbansan bu münasibətin içində. Çünki hər zaman yəni əzab, əziyyət, dərd çəkən tərəf sənsən. Sənsən çünki çabalayan da sənsən, dərd çəkən də sənsən, günahkar da sənsən. Yəni ki, narsistin sevdiyi yox da belə deyil, düz çıxmır. Narsist nədən sevə bilmir? Nədən siz hiss edirsiniz ki, bu sevgi deyil? Bir tərəfdən deyirsiniz, yox, axı məni buraxmır. Axı məni məndən tam da vazgeçmir. Nədən? Çünki narsist üçün sən bir ehtiyacsan. Nədən deyirlər resurs? Niyə insanlara resurs kimi baxır? Məsələn, sənin evində tutalım, buzdolabı var, kondisioner var, kombi var, tutalım. Bunları sən sevirsən? Yox. Düzdürmü? Biz bunları sevmirik ki, bizim bu böyük ehtiyaclarımızdır. Hə, məsəl üçün də qışdır, bizə bütün qış boyu, yəni ki, hələ yayda da isti su bizə lazımdır ki, çimmək üçün, tutalım qabları yumaq üçün, hər bir şey üçün isti su insana lazımdır. Düzdür, sənin üçün ehtiyacdır. Bu korlanan kimi sən gedirsən onu təmir etdirirsən. Narsist də həmçinin görəndə ki, sən uzaqlaşırsan, sən artıq lap çökmüsən, səni lap da itirməyə başlayır. Ya lap çökəndə də çox elə ona narahat olmur. Əsas sən uzaqlaşanda ondan, yəni ki, bir növ hələ məişət texnikası korlandı, yəni sən uzaqlaşdın, təmir etmək kimi, yəni gəlir səni təzədən hələ bir şirin sözlə, hansısa bir davranışı ilə, nə isə sən bir hədiyyə almaqla, nə isə bir könlünü bir alıdır da bir şəkildə sənin. İndi hər narsistin özünə görə kim necə artıq öyrəşib. O da bir siklın bir hissəsidir. O da siklın bir hissəsidir və yəni ki, məsələ budur. Məsələ odur ki, sən bir ehtiyacsan, sən ona lazımsan. Lazımsan deyə sən düşünürsən ki, hə, sevir məni, buraxmır məni, yanında tutur. Lap tutalım ayrılmısınız, bilirsən ki, hə, sənin səhifələrini zaman-zaman girir, yoxlayır, baxır, hansı şəkillər paylaşırsan, statuslar bu məsələn, hə? Yəni sən bilirsən ki, bu bunu edir də. Hə, düşünürsən ki, səndə də belə yanlış düşüncə yaranır ki, hə, yəqin sevir məni. Məsələn ki, sən bilirsən ki, səni soraqlaşır, ondan bundan soruşur, eləyir, maraqlanır, həyatında nələr baş verir, nə edirsən, necə yaşayırsan. Və bu səni çaşdırır. Niyə? Çünki sən öz tərəfindən buna sevgi kimi baxırsan, o da sevgi kimi baxır ola bilər ki. O da elə bil bir növ elə algılayır. Amma sevgi əsl anlamda nədir? Sevgi insana sən qəsdən heç vaxt acı vermirsən qəsdən o insana. Sən onun çalışırsan ki, necə deyim, həm yanında olasan, acı günündə də, yaxşı günündə də, sən onu həm hər cür sən onun yanındasan, hər şəkildə paylaşa da bilirsən, onunla söhbət də edirsən, çalışırsan konflikti çözəsən. Heç bir narsist konflikti
yaxşı şəkildə ikinizin xeyrinə olaraq çözmür. O vaxt çözəcək ki, haçan konkret görür ki, səni itirir. Çözmür də hətta. Konfliktlər hər zaman sizin ortada olan o problemləriniz nə var ki, münasibətin içində olan problemlər hər zaman çözülməmiş havada qalır. Sadəcə barışıq olur, sadəcə birləşmə olur, sadəcə yenidən başlama olur. Amma heç bir şey çözülmür. Çözülsə də necə çözür? Məsəl üçün də münasibətdə olan, sizin aranızda olan problemi. Ya ancaq belə deyək də, bıçaq boğaza dayananda artıq məcbur qalır. Görür ki, hə, bunu eləməsə dəqiq səni %100 itirir. Yəni də bunu müvəqqəti edəcək. Və sizi əlbəttə ki, bu münasibətdə saxlayan, tutan bir şeylər var da. Əsas da nə olur? Yəni bayaq dediyim o ümid var ki, haçansa hər şey gözəl olacaq. Yəni o cənnətin qapılarından mən keçəcəyəm. Yəni narsist mənim üçün o qapıları açacaq. Mən ora daxil olacağam. Və həm budur, həm də o ki, o zaman arada o ki sizə qarşı xoş münasibət göstərir, sizə qarşı xoş sözlər işlədilir, nələrsə edilir, nəsə bir gözəl bir vaxt keçirirsiniz birgə. Nə isə bax onlar bu münasibəti hələ bil ayaqda tutmağı, o deyir, o tonqala odun atarsan, o sönməsinə, hə? Sən peçə odun atarsan ki, yəni ki, hələ yansın da gecə boyu tutalım səhərə kimi. Gün boyu yansın. Onun kimidir. Yəni ara sıra o olunanlar sizdə o inamı hələ bil ayaqda tutur. O inancı ki, hə, mümkündür. Axı bax gör necə mənə qarşı, bax o gün gör necə yaxşı davrandı, gör necə yaxşı sözlər dedi. Amma bunlar, yəni ki, zaman keçdikcə belə xoş saatlar, xoş günlər, xoş anlar get-gedə çox az olur. Gec olur, az olur. Yəni uzun çəkmir. Və siz düşünürsünüz ki, problem sizdədir. Siz düşünürsünüz ki, addımlarınız düz deyil, strategiya düz deyil, ay özümü tutmadım, filan şeyləri dedim, nə bilim nə. Yəni yox, məsələ bu onun, yəni şəxsiyyətin strukturu budur. Burada ehtiyac var, burada çox böyük asıllıq var. Dopamin, oksitosin, adrenalin, kortizol, bunlardan artıq bu insanlar asılıdırlar deyə, düzdürmü? Sizi də o fantaziyanın içinə çəkiblər deyə, siz də başlamısınız o siklın içində dövr eləməyə. Təbii olaraq sizdə də hələ bir yoluxmusunuz da siz də bu xəstəliyə, bu asılılığa. Hə? Yəni ki, bu asıllıq sizdə də yaranıb artıq. Duyğusal asıllıq, hormonal asıllılıq sizdə də yaranıb. Yəni ki, bu yəni narsist nə qədər insan, nə qədər tutan bu kişidirsə, nə qədər qadın həyatına daxil edibsə, hə, elə bil ki, hamısına zaman vaxt ayırır, nə isə, nələrsə bir yaşanılır orada. Hamısı bu fantaziyanın içindədirlər və hamısında müəyyən qədər bu asıllıq yaranır. Yəni uzun, kim ki onun həyatında uzun müddət qalır, aylarla, illərlə, düzdürmü? Burada həmin narsistin hiss elədiyi o enişlər, yoxuşlar, gah siz onu özünüzdə ideallaşdırırsınız, gah nifrət edirsiniz, həmçinin də narsist. Yəni ki, burada əslində borderline tipli şəxsiyyətlərdə də bunlar hələ bil müşahidə olunur. Onların da həyatında belədir. Ya sizi yücəldir, göylərə çıxardır, ya yerdən yerə vurur. Ya yücəldir, ya yerdən yerə vurur. Sadəcə borderline'larda həqiqi mənada orada məsələn də o nevrotik dönəmində olanda onlar, əgər nevrotik fazadadırlarsa, hal-hazırda psixotik fazada deyillərsə, nevrotik olan zamanlarda çox vicdanlı, çox mərhəmətli, çox belə yardımsevər, əl tutan, belə xilaskar, yəni çox candan hərəkət edən insanlardılar. Hər şeyi bir ürəkdən, silq ürəkdən köməklərini edirlər. Ay qarşılıq gözləmək kimi yox, yəni narsist kimi yox. Narsist nə edirsə mütləq onun qarşılığını gözləyir. Narsist ancaq bunu necə deyim sizə, düşünüb, ölçüb, biçərək edir ki, yəni ki, sonradan mən də nələrsə əldə edəcəyəm.
Yəni ki, yalap bunu kimlərəsə nəsə bir yardım, kömək, xilaskarlıq edirsə, onu da məsələn narsist nədən edəcək? Ona görə edəcək ki, sonra danışılacaq onun haqqında ki, görün nə gözəl hərəkət elədi, görün nə gözəl kimisə belə çətinlikdən dartdı, çıxartdı, nə bilim kiməsə gözəl belə iş yeri təşkil etdi. Yəni burada qazancı var da, ikinci dərəcəli burada faydalar var. Yəni narsist üçün dilə düşmək, gözəl şeylər onun haqqında danışılır. O onun üçün böyük bir resursdur. Narsistik resursdur hələ. Amma məsəl üçün borderline tipli şəxsiyyət də yenə də deyirəm, orada da var o yücəltmək, aşağı çəkmək, səni yerdən yerə vurmaq. Amma ki onlar da nevrotik və psixotik faza. Nevrotik, psixotik bu fazalar yəni ki dəyişir zaman-zaman. Yəni burada vicdan var, borderline tipli insanlarda, isterik tipli şəxsiyyətlərdə. Orada da çox onlar mərhəmət də var, vicdan da var, canı yanmaq da var. Yəni empatiya var bir sözlə. Yəni narsistlə axtardığın odur ki, yəni qaldığın, davam etməyin burada həm həqiqi mənada hormonal çox güclü bir asılılıq yaranır. Bir, həm sənin ümidin var ki, nə vaxtsa, haçansa çox gözəl ola bilər hər şey. Əvvəldəki kimi ola bilər. Və yaxud ola bilər sizə danışıb ki, kiminləsə bir insan var idi, mən onu çox sevirdim, onunla sadəcə alınmadı. Onunla tutalım ailə qura bilmədim. Onunla bir şəkildə davam edə bilmədim. Məsələn, ola bilər indi həlak olduğunu, qəzaya düşüb o insan. Ola bilər qarşıları alınıb, onlara imkan verməyiblər, onlar ailə qursunlar və ya xud nə, fərqi yoxdur da. Və onun xəyalında, yəni bu hələ idealizasiya periodunda, idealizasiya etdiyi vaxtlarda o insanı hələ bilin ki, itirib. Düzdürmü? Yəni hələ ki imkan olmayıb ki, o insanla belə pis bir şeylər yaşasın. Yəni ki, hələ dəyərsizləşdirməyə gəlib çatmamışdı çox o qədər də. Çox o qədər də o insanı dəyərsizləşdirə hələ bilməmişdi, alınmamışdı. Ona görə xəyalında qalıb o insan ideal kimi və sizə ola bilər ara-sıra danışır ki, hə, belə bir insan var idi, bax onu məncə onunla alınsaydı çox gözəl olacaqdı. Siz də o yanıb tökülürsünüz ki, mən niyə onun yerində deyiləm? Mən də onun kimi onun üçün olmaq istəyirəm, ola biləcəyəm. Və bu fantaziyada yaşamaqlar neynir? İnsanın bütün enerjiniz ora gedir, düşüncələriniz orada, diqqətiniz orada və özünüzə konsentrasiya ola bilməyiniz burada mümkünsüzləşir, azalır. Öz işinizə, gücünüzə, öz sağlamlığınıza, istər fiziki sağlamlıq, istər psixoloji sağlamlıq, istər insanlarla ünsiyyət get-gedə azalır, azalmasa da belə hər kəsə yaqıcıq olursunuz, belə gözünüzdə hər kəs belə çox cılızdır, başqadır, amma onun yeri tam başqadır. Yəni belə əsasən narsistlərlə münasibətlərdə insanların tələsi ümiddir. Ümid etməkləri ki, haçansa burada çox böyük güvən də yarana bilər. Mən ona çox güvən versəm, o mənim çox qədrimi biləcək. Elə bilirlər ki, mən nə qədər can qoysam, nə qədər ona göstərsəm ki, mən çox yaxşı biriyəm, mənim kimisini tapa bilməzsən, mənim kimisi olmayacaq. Elə bilirlər bunu nümayiş etdirdikcə inandıra biləcəklər və bu şəkildə onu dəyişdirə biləcəklər. Amma yox, narsist heç vaxt bu yolla dəyişmir. Narsistin dəyişməsi ancaq o bir Sam Vaknin dediyinə görə kollaps yaşanılmalıdır. Yəni bu Sam Vaknin bu termini hardan götürüb? Ulduzların hələ bir dövrü var da, hələ bir parlayırlar göy üzündə və vaxt gəlir çatır ki, hələ bir ulduz belə partlayır da, yəni heç olur. Milyon cür yox da, çox xırda hissəciklərə bölünür, partlayır. Yəni narsist də o kollapsı yaşayanda, o çökmə, o depressiya yaşananda, o xırda o hissəciklərə bölünəndə hər zaman narsist qaçır da ondan ki, mənim üzümdən mənim həyatım, münasibətlərim hər zaman darmadağın olur, keyfiyyət orada sıfıra enmir, belə münasibət bilirsiniz necə olur?
İnsan münasibətlərdən doymuş kimi olur da. Yəni ki, görür, bilir də hər insandan artıq nə gözləyə bilər. Az-çox bu necə insandır, onun zəif yerləri nədir, onun güclü yerləri nədir. Yəni ki, ona görə o insanlardan soyuyur, uzaqlaşır. Belə də həm ehtiyac da duyur onlara, bir tərəfdə ona görə həyatlarında da saxlayırlar. Yəni ki, narsist bir sözlə ya işi ilə, gücü ilə bağlı, ya avtoriteti ilə bağlı, nə iləsə bağlı bir kollaps yaşayanda sonunda görəndə ki, hər şey darmadağındır, onda hələ bil ona o deyirlər danq eləyir, hələ bil fikirləşir ki, hələ bəlkə hələ məsələ mən özümə, bəlkə mən nələrsə yanlış edirəm. Onu da başa düşməsə, məsəl üçün yenə də hələ bir psixoloqa falan harasa müraciət edəcək ki, niyə belədir mənim həyatım? Niyə insanlar məndən uzaqlaşıb? Niyə hər şey darmadağındır? Niyə həyatım mənim çökdü? İnsanlar niyə mənə bunları elədilər? İnsanları çox günahlandırmaq burada aşırı dərəcədə var. Çünki çətindir, narsistlə üzləşmək çətindir ki, mənim həyatımda baş verənləri yaradıcısı mənəm. Mən təşkil etdim bunları hər zaman. Yəni belə, bu qədər. Bu mövzum bu idi. Yəni narsistlərin sevgililəri olsun, həyat yoldaşları, hər kimsinizsə onun həyatında. Yəni sizi bu münasibətdə acı çəkdirən, sizə bu münasibətdə tutan, siz bu münasibətdə qalmağınız uzun zaman sırf bu zəhərli bir ümid üzündəndir. Onlar, yəni narsistlə münasibət heç mümkün deyil deyə bilmərik, mümkündür. Amma orada siz o istədiyiniz dərinlik, keyfiyyət, o güvən, sevgi, qayğı, o sözün əsl mənasında, yəni ki, yaxşı, geniş olmayacaq heç vaxt. Belə.